Mexaniki, şagirdlər, enerji. Deməli, əvvəlcə enerji nədir? Enerji cisimlərin iş görmə qabiliyyətini xarakterize edən kəmiyyətdir. Enerji birinci toplum mövzularında, bilirsiniz, E hərfi ilə işarə olunur. Skalyar kəmiyyətdir enerji, vahidi bir coldur. Beynəlxalq sistemin əsas vahidləri ilə yazanda kiloqram vurulsun, metrin kvadratı bölünsün, saniyənin kvadrat şəklində yazılır. Mexaniki enerjinin şagirdlər iki dənə növü var. Birinci növümüz potensial enerji. Potensial enerjidir. Potensial enerji bəli, özü də elə E hərfi ilə işarə olunur. Sadəcə indeksinə P əlavə edirik ki, biləsiniz ki, bu potensialdır. Bir də vacib enerji növümüz hansıdır? İkinci növümüz kinetik enerjidir. Kinetik enerjidə E hərfi ilə işarə olunur, onun indeksinə K hərfini əlavə edirik. Potensial enerjini şagirdlər bir sözlə ifadə edin deyəndə, bax, bir sözü yadda saxlayırsan, qarşılıqlı təsir. Bir dənə ifadə ilə elə bil ki, potensial enerjinin tərifini verdim. Kinetik enerji isə hərəkət. Çox rahat yadda saxlamaq istəyirsinizsə, belə deyə bilərsiniz. Açıq təriflərini də deyim. Potensial enerjinin tərifini deyəndə biz deyirik ki, cisimlərin və ya zərrəciklərin bir-biri ilə qarşılıqlı təsir zamanı malik olduğu enerji potensial enerjidir. Burada ipucu sözümüz potensial, daha doğrusu qarşılıqlı təsir sözüdür. Kinetik enerji haqqında isə deyirik ki, cisimlərin və ya zərrəciklərin hərəkəti zamanı malik olduğu enerjiyə deyirlər kinetik enerji. Potensial enerjinin mexanika bəhsində, yəni mexanika bölməsində iki dənə növünə baxırıq. A, yerə nəzərən potensial enerji. Yerə nəzərən potensial enerji, qısaca YP yazıram. Yerə nəzərən potensial enerjinin düsturu dostlar, Y potensial bərabərdir MGH. Hamımızın ən azından dərslərdə eşitdiyimiz düsturlardan biridir. MGH. M nədir burada? Kütlədir. J sərbəst düşmə təcilidir. H-da cismin yer səthinə olan hündürlükdür. Amma yer səthinə olan hündürlük demək biraz yaxşı deyil. H bizim öz istəyimizdən asılıdır. İstəyə bağlı yazıram, bax bura. Ona görə də potensial enerjiyə suallarda bəlkə qabağınıza çıxa bilər. Yazırlar ki, potensial enerji nisbi enerjidir. Hündürlüyün hardan seçilməklə asılı. Sizin əlinizdə deyək ki, bir qələm tutursunuz, qabağınızda da masa var. Siz o qələmin potensial enerjisini hesablamaq istəyirsiniz. Hündürlüyü hardan götürəcəksiniz? Masanın səthindən də götürə bilərsiniz. Döşəmənin səthindən də götürə bilərsiniz. Lap aşağıda torpağın yerin səthindən də. Yəni ki, hündürlük sizin sıfır səviyyənizi seçməyinizdən asılıdır. Sıfır səviyyəsini seçirsiniz, ondan sonra hündürlüyü ora görə götürürsünüz və lambır-cumbur hesablayırsınız. Deməli, potensial enerji kütlədən və hündürlükdən düz asılıdır. B isə mexanikada lazım olan enerjilərdən biri də yayların potensial enerjisidir. Yayların potensial enerjisinin düsturunda siz elastiklik qüvvəsi dərsində bilirdiniz. Kx kvadratı bölünsün 2, Fx bölünsün 2, F kvadratı bölünsün 2K. Burada F qüvvədir, K sərtlikdir, X də bildiyiniz kimi mütləq uzanmadır. Bu arada verilmiş yaydan söhbət gedirsə, yadınızda saxlayırsınız dostlar. Verilmiş yay, o deməkdir ki, yayın sərtliyi sabitdir. Səndən soruşsa imtahanda, verilmiş yayın potensial enerjisi mütləq uzanmadan necə asıldı, X-dən necə asıldı, sən götürüb bu Fx bölgü düsturunu seçə bilməzsən. Çünki verilmiş yay deyilibsə, o sərtliyin sabit olduğu mənasına gəlir. Sənin seçdiyin düsturda sərtlik olmalıdır. Ona görə də Kx kvadratı bölünsün 2-yə seçirsən və qrafikin olur kvadratik. Eyni şəkildə qüvvədən də verilmiş yayın potensial enerjisi elastiklik qüvvəsindən necə asılıb deyəndə nə tər çəkirsiniz? Kvadratik çəkirsiniz. Çünki burada fikir verirsiniz, düsturda K var. Yəni K-nın iştirakı vacibdir. Digər məsələ bayaqdan dediyimiz hərəkət enerjisi olan kinetik enerjidir. Hərəkət varsa sürət var. Tabii cismin sürəti olmalıdır ki, o hərəkətdə olsun. Deməli, kinetik enerji sürətlə bağlıdır. Onda kinetik enerjinin düsturu olacaq mv kvadratı bölü 2. Bunu impulsdan ifadə edib pb bölü 2 də yaza bilərik. P kvadratı bölünsün 2-ni də yazmaq
Olar uşaqlar. Burada da yadımızda saxlamağımız lazım olan ifadə budur ki, verilmiş cisim deyiləndə onun kütləsi nədir? Sabitdir. Bax, bunu yadda saxlayırıq. M bərabərdir konstant. Ona görə də verilmiş cismin kinetik enerjisi sürətdən və ya impulsdan necə asılı deyərək siz bu düsturu seçə bilməzsiniz. Çünki verilmiş cisimdə M iştirak eləməlidir və görürsünüz ki, həm V-dən, həm də P-dən kvadratik asılıdır. Bax, bunu yadda saxlayırsınız dostlar. Bunlar ümumilikdə potensial və kinetik enerji haqqında bir trailer deyək də, fragment sözlərimiz idi. İndi bizə əsas lazım olan tam mexaniki enerjidir. Tam mexaniki nə? Enerji. Tam mexaniki enerjidə E hərfi ilə işarə olunur, təbii ki, indeksinə T yazırıq. Burada Y toplam da deyə bilərsiniz əslində. Y toplam. Tam deyiləndə onu nəzərdə tuturuq. Tam mexaniki enerji nə deməkdir? Yəni, Y tam bərabərdir. Y kinetik üstəgəlsin, Y potensial. Cismin kinetik və potensial enerjilərinin cəminə tam mexaniki enerji deyilir. Tam mexaniki enerjinin ən üstün cəhəti enerjinin saxlanma qanunu bura tətbiq edə bilməyimizdir. Tam mexaniki enerji saxlanılır şartlarına görə yazıram. Enerjinin saxlanma qanunu. Saxlanma qanunu. Biz hamımız bilirik ki, aşağı siniflərdən təbiətdə enerji itə bilməz və yarana bilməz. Enerji yalnız bir haldan başqa hala keçə bilər. Siz çay içmək istəyirsiniz, gedirsiniz, suyu qoyursunuz qazın üstünə, çaydan da qaynadırsınız da suyu, düzdür? Siz suyun enerjisini artırdınız. Durduq yerə su enerji qazandı. Bu fırdan yarandı mı enerji? Yaranmadı. Xeyr, siz metan qazınızı yandırdınız orada və onun istilik enerjisini çevirdiniz çaydan enerjisine. Yəni enerjini bir haldan başqa hala çevirdiniz. Siz enerjini yaratmadınız sıfırdan. Deməli, uşaqlar, enerjinin biz yadda saxlayırıq ki, saxlanma qanunu bu deməkdir ki, enerji yaradıla bilməz, enerji itə bilməz, enerji yalnız bir haldan başqa hala çevrilə bilər. Enerjinin saxlanma qanununda ifadə olunan cümlə belədir. Qapalı sistemdə, bax, söhbət qapalı sistemdən gedir. Diqqətli olun dostlar, qapalı sistemdə, bu o deməkdir ki, nə deməkdir qapalı? Yəni, sürtünmə və müqavimət yoxdur. Sürtünmədir, müqavimətdir. Bunlar yoxdur bizdə. Heç birisi yoxdur. Bu qüvvələr olmayanda bizim sistemimizi qapalı saymaq olar. Qapalı sistemdə baxırlar ki, tam mexaniki enerji sabit qalır. Yəni, Y tam bərabərdir, konstant. Bu nə deməkdir? Zaman keçdikcə tam mexaniki enerji dəyişmir, sabitdir. Bu hansı mənaya gəlir indi? Tam enerjinin düsturunu yazmışam yuxarıda. Onda biraz çıxır ki, Y kinetik üstəgəlinsin, Y potensial bərabərdir, konstant. Yəni, əslində kinetiklə potensialın cəmi də dəyişmir deməkdir. Onda biz kinetik enerjinin potensial enerjidən asılılıq qrafikini çəkməyə çalışsaq, təbii ki, bu ikisinin cəminin sabit olması üçün nə olmalıdır? Biri artanda digəri azalmalı. Deməli, əgər potensial artarsa qapalı sistemdə kinetik enerji azalır və ya bunun əksi baş verir. Kinetik artanda da potensial. İndi burası sıfır nöqtəsidir. Baxın, bu yuxarıdakı nöqtəyə fikir verirsiniz, qaralayıram buranı. Bu nöqtə haqqında nə deyə bilərik? Burada kinetik enerji maksimumdur, düzdür? Amma potensial enerji nə qədərdir bu nöqtədə? Sıfırdır. Onda belə çıxır ki, bu nöqtədə, bax bu nöqtədə yalnız kinetik enerji var. Onda deyə bilərəm bu nöqtədə tam enerjiyə bərabərdir. Çünki tam enerji kinetiklə potensialın cəminə bərabərdir. Əgər potensial sıfırdırsa, onda tam enerji kinetik enerjinin maksimalına bərabər deyə bilərəm. Və bu aşağıdakı nöqtə ilə bağlı danışsam, bax, qaralayıram bu aşağıdakı nöqtə. Burada nə var? Potensial enerji özünün ən böyük qiymətini alıb, amma burada kinetik enerji sıfıra bərabər. Tam enerji də potensialla kinetikin cəminə bərabərdirsə, onda bu nöqtə ilə tam enerjiyə bərabərdir. Yəni, demək istədiyim odur ki, Y tam kinetikin maksimalına bərabər formada da yazıla bilər. Potensialın maksimalına bərabər formada da yaza bilərsiniz. Yəni ki, YK max görsəniz, bilin ki, bu tam enerjidir əslində bizim üçün. Bəli, indi bu yazdığımız enerjinin saxlanma qanununu biz bir neçə hadisəyə tətbiq edəcəyik, dostlar.
Bura qədər sualınız yoxdursa davam edirəm. Məsələn, ən sadə hərəkətlərdən birindən başlayıram. Deyək, A halı. Sərbəst düşmə. Sərbəst düşmə hərəkəti. Sərbəst düşmə hərəkətinin nə olduğunu bilirsiniz uşaqlar. Sərbəst düşmə bir cismin müəyyən hündürlükdən m kütləli bir cisim olsun, başlanğıc sürətinin 0 olması deməkdir və cismi sərbəst buraxırıq, cisim başlayır nəyə? Aşağı doğru hərəkət etməyə və sonda gəlib yerə dəyir. Müəyyən bir sürətlə gəlir yerə dəyir. İndi sərbəst düşməni analiz edək. Başlanğıc nöqtə, bura bir nöqtəsi deyək. Bir nöqtəsində hansı enerji var uşaqlar burada? Potensial. Başla işarə edin. Bəli, potensial enerji var. Bəs kinetik nə qədərdir? Sıfıra bərabərdir. Mükəmməlsiz. Nəyə görə? Çünki sürət sıfır. Onda tam enerji nəyə bərabərdir? Elə potensial. Onda potensialın aldığı ən böyük qiymət elə başlanğıcda olduğuna görə, çünki əlimdən buraxandan sonra cisim aşağı düşəcək. Aşağı düşdükcə hündürlük azalacaq. Onda bunun potensial enerjisi azalacaq. Deməli, tam mexanik enerji bu nöqtədə elə potensialın maksimalına bərabərdir. Hər hansı bir başqa nöqtə götürək. Məsələn, buralarda bir nöqtə olsun. Bu nöqtədə cismin hansı enerjisi var? Bir dənə həm kinetik enerjisi var, həm də potensial. Doğrudur. Nəyə görə? Potensialımız var, çünki hündürlüyümüz var. Kinetikimiz var. Sürətimiz var. MV kvadratı bölünsün 2. Gəlin buna V1 deyim, aşağıdakına V2 deyim ki, qarışmasın. V1-in kvadratı bölünsün. Deməli, burada tam enerjini tapmaq istəsəm nə etməliyəm? Kinetiklə toplamalıyıq. Kinetiklə potensial toplamalıyam. Ən nəhayət, tam dəydiyi an uşaqlar, sərbəst düşməni yanlış anlayan uşaqlar görmüşəm mən. Uşaq deyir ki, əlimdən topu buraxdım. Sonra top düşdü yerdə dayanacaq da deyir mən. Gördünüz, dayandı, kinetik enerji oldu. Şahit biz ona baxmırıq. Biz deyirik ki, əlindən buraxanda yerlə çırpıldığı, yerə çırpıldığı an. Yəni, tam yerə zərbə indirdiyi an nəzərdə tutulur. Yoxsa zərbə indirəndən sonra dayanacaq falan biz onlara baxmırıq. Deməli, tam yerə dəyən anda potensial enerji neçədir? Sıfırdır. Kinetikdə maksimum. Kinetikdə maksimumda artıq burada və kinetik M V2 kvadratı bölünsün 2. Onda tam enerji nəyə bərabərdir? Kinetikin maksimalına bərabərdir. Onda mənə icazə verirsiniz, mən bu 2 dənə bərabərlikdən istifadə edək, belə bir şey yazım. Potensialın maksı kinetikin maksına bərabərdir. Düz yazıram sizcə bunu? Bəli. Tamamilə doğrudur. Onda gəlin bundan istifadə edək. Potensialın maksı MGH, kinetikin maksı MV kvadratı bölü 2, tam maks deyək də buna. M-lər ixtisar gedir, V-ni tapanda, yəni yerə dəymə sürəti kök altda 2GH. Bu düstur sizə tanış gəlir. Bu düstur hansı düstur idi? Zamansız düstur. Sağ ol, zamansız düstur. Sərbəst düşən cismin zamansız düsturu görsən, buradan da çıxartmaq olur. Buranı anlaya bildiniz uşaqlar. Hə? Bəli. Mükəmməlsiz. Deməli, dostlar, sərbəst düşmə prosesi belədir. Əlimizdə bir cisim var, onu saxlayırıq əlimizdə. Hal-hazırda onun potensial enerjisi var. Əlimdən buraxıram, cisim yavaş-yavaş aşağı düşməyə başlayır. Deməli, açıq suallarda düşdə yazırsınız ki, aşağı düşdükcə hündürlük azalır, hündürlük azalanda potensial enerji azalır. Aşağı düşdükcə sürət artır, sərbəst düşmə hərəkəti bərabər yenilənən hərəkət. Sürət artır, sürət artdığına görə kinetik enerji artır. Deməli, potensial azalır, kinetik artır, amma tam mexanik enerji dəyişmir. İndi bunu biz bu yazılarla yazdıq, düsturlarla. İndi mən istəyirəm ki, bunu nə edeyim? Qrafiklərlə sizlərə təsvir edeyim. Yəni, bu dediyim ifadələri mən çalışıram ki, qrafiklə çəkim göstərim. Deməli, burada zaman keçdikcə potensial enerji neynədir? Azaldı. Potensial enerji azaldı, doğrudur. Yəni, enerjinin zamandan asılı qrafikini çəksəm, potensial enerji müəyyən bir qiymətdən başladı, başlanğıcda maksimum. Sonra azaldı, düzdür? Düşdü neçəyə? Sıfıra. Düşdü sıfıra. Bəs yaxşı, kinetik enerji haqqında nə deyə bilərsiniz? Artdı müəllim. Artdı müəllim. Hardan artdı? Sıfırdan başladı artmağa doğru. Artdı və görürsünüz,
Gəldi bu nöqtəyə. Bəs tam mexanik enerji nədir? Dəyişmir. Tam mexanik enerji bax görürsüz başlanğıcdan sona qədər sabit qalır. Bu qrafikə bilirsiniz nə deyirlər? Nescafe. Niyə buna Nescafe deyirlər sizcə? Üçü bir arada. Ay maşallah kəllə var, həqiqətən də travma da var. Yəni ki, doğru ifadədir. Buna deyirlər üçü birində. Yəni sərbəst düşmə hərəkətində lambır cumbur bu formada qrafik çəkirik. Birdən izah verəndə yenə uşaqların sualı yadıma gəldiysə sizə də deyirəm. Qayıtır uşaq mənim kinetik enerji deyir artırır. Belə niyə çəkmirik deyir, belə çəkirik də, belə çəkirik. Kinetik enerjinin düsturu nətədir? MV kvadratı bölünsün ki, sərbəst düşən cismin düsturu, sürət düsturu V bərabər GT-dir. Bunu gətirib yerinə yazsaz, olur YK bərabərdir, M vurulsun, J kvadrat, T kvadrat bölünsün. Yəni görürsən ki, kvadratik olacaq da. Ona görə də xəttimizdə müəyyən qədər nə var dostlar? Əyrilik var. Fikrim sizə çatdı? Bəli. Başa düşdünüz dostlar? Bəli. Əlasız. İndi gəlin bunu başqa bir hala tətbiq edək. Əgər vaxtınız varsa, B halı. Gəlin şaquli yuxarı atılmanı biraz analiz edək. Təbii ki, yenə havanın müqaməti nəzərə alınmadığı hala baxa. Şaquli yuxarı atılma. Varmı könüllərinizdə? Nələr deyə bilərsiniz? Öz ürəyinizdən keçən ifadələri deyin. Sürət var burada. Bərabər yavaşın hərəkət edir, sonra bərabər yeniləşən. Bərabər yavaşan hərəkət edir əvvəlcə, sonra nə qalır? Bərabər Sonra yeniləşən. Bərabər yeyinləşən. Onda H enerji haqqında sıfıra bərabər olur sürət. olur. təpə nöqtədə sürət tutur. Bu da doğrudur, bəli. O zaman enerji barəsi, siz enerjidən başqa maşallah hər şey dediniz. Enerjilər barədə nə deyə bilərsiniz bəs? Kinetik Birinci- enerji orada var, maksimal olur. Potensial enerjisi sıfıra bərabər olur. Harda? Hündürlüyün maksimal qiymətində. Potensial Maksimal hündürlükdə. Necə? başlanğıcda kinetik maksimumdur, potensial sıfırdır. Başlanğıcda kinetik maksimumdur. Potensial sıfırdır. Sonra nə olur? Yuxarı qalxdıqca. Potensial artır. Potensial artır. Qazı. Kinetik azalır, bəli. Ona görə də biz bunun Nescafesini çəksək, yaman reklam gedir ha bu arada. Hə, çəksək, bunun üçü birindəsini, onda sizin dediyinizdən belə çıxır ki, potensial başlanğıcda sıfırdır. Sıfırdan başlayır, artır, sonra Sonra da azalır. Bu oldu bizim potensial enerjimiz. Başlanğıcda qəşəng sürətimiz var. Ona görə də burada kinetik enerjimiz başlanğıcda yaxşı bir qiymətdən başlayır. Amma sonra azalır, gördüyünüz kimi. Sonra nə edir? artır. Nə hara mənə? Hara getdi bu? Sonra başlayır nə etməyə? Artmağa gəlir bura, düzdür? Bu formada. Bəs tam enerji nə qalır? Sabit qalır. Tam enerji, tam mexanik enerji yenə sabit qalır. Gördünüz? Qrafikə baxın. İndi bu, məsələn, bu orta nöqtədə görürsünüz. Bu nədir? Bura nə yazım? Zaman oxuna bura nə düşür? V0 düşür. Açı. Deyirəm zamana nə yazım? Zamana T qalxma yazmalıyım da, düzdür? Niyə? Çünki qalxma müddəti nə deməkdir? Cismin maksimal hündürlüyə çatma müddəti. Deməli, bura T qalxmadır. Bəs axıra nə yazım? Uçuş. Ay maşallah, T uçuş. Yəni sən bir imtahanda məsələn deyək ki, sənin qarşına bir dənə qrafik çıxdı. Hansı ki, bayaq impulsla zadla bağlı suallarda var idi. Mövzuları qaçışdırırıq da. Sən yazır T, burada yazır potensial enerji məsələn. Hə, belə bir dənə qrafik verir sənə. Bura yazır məsəl üçün 4. Bax, bura yazır 4. Və uşağa deyir ki, şaquli yuxarı atılan cismin potensial enerjisinin zamanla asılı qrafik verilir. Başlanğıc sürəti tap. Şagird də baxır qrafikə. Ay Allah, potensial enerji nə əlaqə? Nə bilim, başlanğıc sürət nə əlaqə? Amma sən bilirsən ki, buradakı 4 nədir? Qalxma. Qalxma müddətidir. Qalxma müddətinin düsturu nədir? V0 bölünsün J. 4 bərabərdir V0 bölünsün 10-a, V0 da bərabərdir 40-a. 40 metr bölünsün saniyə.
Yəni qrafikdən bu formada istifadə etmək olar. Əlasınız, şaquli xaratılmaya baxdıq. Bir başqa nümunə bu mövzumuz əsasən də enerji çevrilmələri üzərindədir. Məsələn, gəlin bir dənə məsələni sizlə işləyək. Deyək ki, üfüqi müstəvidir. Burada divardır. Üfüqi müstəvidə divara nə bağlamışıq şagirdə? Yay bağlamışıq. K sərtliyi olan bir yay bağlamışıq. Buradan da M kütləli bir cisim V sürəti ilə bərabər sürətlə hərəkət edir. İndi nə baş verəcək? Nə olacaq? Ora deyib geri qayıdır. Yox, çox da soralara getməyin. Yəni birinci nə baş verəcək? Bu gəlir cisim gəlib yayla toqquşacaq. Yay Yay çıxacaq. sıxacaq. Elə bir yer gələcək ki, orada nə qalacaq? Dayanacaq. Məsələn, itələyəcək də. Necə? Elə bilin ki, yay qaydayaq, bir də təzədən itələyəcək də cismi. Yox, mən həmin anı soruşuram. Yəni cisim getdi, yay sıxdı. Bir yerdə cisim daha müəyyən bir yerdən sonra dayanmalıdır. Dayananda sürət neçə olur? 0. Bəs kinetik enerji neçə olur? O da 0. 0. Deməli, belə çıxır ki, əvvəldə, yəni nöqtə qoyuram bura, bir nöqtəsi. Burada hansı enerji var? Potensial. Hə, Kinetik. kimi də potensial deyən. Mən. Nait sənsən? Bəli, mən. Konum göndərdə bir dənə qədər sözüm olacaq sənə, bir iki kəlmə. Burada kinetik enerji var. Potensial nə gəzir burada? Yayı sıxdım, dayandım da bu ki, burada bir müddətlik dayanma halı var. Buna deyək, iki nöqtəsi. Burada hansı enerji var? Potensial. Ay maşallah, potensial. Maşallah, hər dəfə potensial deyirsən, hansısa birində tutacaq da. Potensial var. Deməli, icazənizlə bir nöqtəsində mənim kinetikim var və tam enerji elə kinetik enerjinin özünə bərabərdir burada. Bu nöqtədə MV kvartı bölü 2 nöqtəsində tam enerjini hesablamaq istəsən, burada da sən demiş potensial var. Potensial yaylarda kx kvadratı bölünsün 2-dir. Onda mən bir nöqtəsindəki tamla 2 nöqtəsi tam bərabərləşdirməliyəm. MV kvartı bölü 2 bərabərdir. Kx kvadratı bölünsün 2. Görürsünüz? Enerjinin saxlanma qanunu belə formada da tətbiq edə bilərsiniz. Başa düşdünüz dostlar? Sual var bu ilə bağlı? Hə? Bir də deyərsiniz. Deyirəm, yəni bu hərəkət var da, bir hadisə baş verir. Başlanğıcda hansı enerjimiz var idi? Kinetik. Yayı sıxandan sonra sıxdıq, tam o maksimal sıxdığımız yerdə cisim dayandı. Burada hansı enerji var? Potensial var. Mən də bu başlanğıcdakı kinetik enerjini sondakı potensial enerjiyə nə elədim? Bərabər elədim. Düzdür uşaqlar? Bəli. Bəli, mükəmməlsiniz, görürsünüz. Çünki vəziyyətləri ən gözəl, bu arada indi birazdan daha bəlkə də çətrəfilli şeylərə keçəcəyik. Yəni, bunu yadda saxlayın ki, dostlar, enerjinin saxlanma qanunu suallarını pürüzsüz, səhvsiz yazmaq istəyirsinizsə, əsas odur ki, nöqtə götürəsiniz. Mən fikir verirsiniz, bir nöqtəsi və iki nöqtəsi götürdüm burada və o nöqtələrdəki tam enerjiyə baxasınız, gör nə tər olur. Məsələn, D halını incələyək. Deyək ki, belə bir təpədir. Belə bir dənə formalı təpədir. Biraz bəzəyək ki, həqiqətən də təpiyə oxşasın. Mən birisi rəsm qabiliyyətim hər zaman yüksək səviyyədə olub. Rəsmdən həmişə ikam. Deməli, belə bir dənə zad var. İndi deyir ki, burada bir top var. Məsələn, M kütləli bir cisim var. Buranın hündürlüyünə gəlin belə göstərək də. Belə xətrini göstərək. Buranın hündürlüyü başlanğıc halda. Buranın hündürlüyü H1-dir. Cisim buradan deyir, sərbəst buraxılır. V0 bərabər 0-a. Bir də gəlir bura, axırda da gəlir, qalxır bura. Buranın da hündürlüyü H2-dir. İndi sizə sual vermək istəyirəm. Cismin deyir, məsələn, bu bir nöqtəsi, görsən işarə edirəm. Burada iki nöqtəsi, buradan keçəcək. Bir də üç nöqtəsi. Var mı aranızda könül olaraq analiz eləmək istəyirəm? Mən eləyim. Mən eləyim deyən kim idi? O xanım kim idi? Nigar. Nigar, buyur qadası. Birincidə potensial enerji var, çünki hündürlük var, amma kinetik enerji 0-a bərabərdir. İkinci halda hündürlük 0-a bərabər olur, amma sürət var, ona görə kinetik enerjiyə bərabərdir.
Daha sonra üçüncüdə isə potensial enerjiyə çevrilir yenə. Yaxşı fikirləş. Səncə niyə? Burada sürət də olur elə. Hardan bilirsən olur? Təxmin edirəm. Bir təxmin lazım deyil də dəqiq. Var mı aranızda demək istədi? Çünki müəllim orada İkinci H1 var da, maksimal hündürlük var. H2 amma ondan kiçikdir. Ona görə orada sürət var bir miqdar. Ay maşallah, doğru cavabdır. Deməli, bir nöqtəsi və iki nöqtəsi Nigar çox qəşəng dedi. Bir nöqtəsində gördüyünüz kimi sürət sıfırdır. Sadəcə hündürlüyümüz var. Burada sadəcə potensial enerjimiz var və potensial enerjinin buradakı düsturu mgh1'dir. Düzdürmü? mgh1. İki nöqtəsindən keçirik. Burada cismin ancaq nəyi var? Müəyyən bir sürəti var. Gəlin buna deyək V1 sürəti. V1 sürəti var. Buradakı enerjini yazmaq istəsən, burada ancaq kinetik enerji var və mv1-in kvadratı bölünsün 2 formasında tapmaq olar. Amma üçüncü nöqtədən keçəndə Nahidin dediyi kimi burada məsələn sürətə V2 deyək. Burada 100% sürət var. Hardan bilirəm 100% sürət? Çünki H1 H2-dən böyükdür. H1 H2-dən böyüksə bu birinci nöqtədəki potensial bu üçüncü nöqtədəki potensialdan çoxdur. Orada bir qalıq miqdar qalır. Ona görə də burada mütləq kinetik enerji Ziyan var dersə. Necə? Kimi 100% nə var? Bir enerji var. Üçüncü nöqtə üçün yazsaq, burada həm potensial, həm də kinetik var. Potensialımız mgh2, kinetikimiz də m vur v2-nin kvadratı bölünsün 2 dostlar. İndi sizə sual, v1 böyük yoxsa v2 böyükdür? V1. Tamamilə doğrudur, v1 daha böyükdür. v1 v2-dən çoxdur dostlar. Deməli, biz burada bunu bilməyimiz lazımdır, şagirdlər. Fikrim çatdı sizə, nə demək istədiyim. Görürsünüz, enerjinin saxlama qanunu budur ki, bütün enerjiləri bərabər mgh1 bərabərdir, mv1-in kvadratı bölünsün 2-yə, o da bərabərdir, mgh2 üstə gəlinsin mv2-nin kvadratı bölünsün 2-yə. Bütün nöqtələrdə hər bir nöqtə üçün tam mexanik enerjinin ifadəsini yazıram və onları bir-birinə bərabər eləyirəm. Qısa konkret belədir. Mənim V1 niyə V2-dən böyük oldu? Çünki V1-də bu nöqtədən keçəndə burada hündürlük var. Xeyr. Xeyr. Burada potensial yoxdur. Yəni ancaq kinetik var. Amma 3 nöqtəsinə bax, 3 nöqtəsində müəyyən qədər hündürlük var. Yəni bir hissəni potensial enerji götürəcək. Bax belə fikirləşin də, belə fikirləşək. Başlanğıcda 100 joule potensial enerjimiz olsun. Nə qədər kinetik enerji var başlanğıcda? 0. Hə? 0. Niyə 0-dır ki? Sürət yox. Çünki Hansı sürət yox. Bəs 2 nöqtəsində hansı enerji var 2 nöqtəsində? Kinetik. Nə qədər kinetik olar 2 nöqtəsində sizcə? 100. Maşallah. Tam mexanik enerjinin saxlanmaq. Mikrofonları zəhmət olmasa söndürün də şagirdlər. Öz səsim özümə qayıtdığıma görə nə idi? Qayıtdığına görə problem yaşayıram. Baxın, birinci nöqtədə potensial 100 joule dedim. Kinetik 0-dır. İkinci nöqtədə potensial 0 olduğuna görə kinetik olmalıdır 100 joule. Amma məsələn, üçüncü nöqtədə, məsəl üçün, potensial 40 joule-dur. Avtomatik kinetik də olmalıdır orada 60 joule. Görürsən? Yəni, bu 100 joule-un hamısı kinetik enerjiyə gedir ikinci nöqtədə. Amma üçüncü nöqtədə bir hissəsi də potensiala getdiyinə görə ikinci nöqtədəki sürət daha az olacaq. Belə də eləyə bilərsiniz, fizika, fəlsəfi olaraq da eləyə bilərsiniz əslində. Sən bilirsən ki, qayadan cisim düşdü belə, gəldi belə. Sən bilirsən ki, buradan cisim düşəli sürəti get-gedə nə qalacaq? Artacaq. Buradan təpiyə çıxanda sürət azalmalıdır, hər halda artanmaz ki. Məntiqlə də fikirləşəndə o varianta gələ bilərik. Neçənci hal idi bu baxdığım? 4 idi. İndi 5-ə baxıram, yoxsa necə? Yaxşı deyildi. Deyildi, olsun sənin xətrinə ye. Deməli, burada ola bilər ki, məsələn, belə sual olsun. Deyir, M kütləli cisim var, müəyyən başlanğıc sürəti var, V0, atdıq aşağı doğru, gəldi yerə dəydi, müəyyən V sürəti ilə dəydi bu cisim. Bunu eləyə bilərsiniz. Kim var könüllü eləmək istəyən? Mən.
Mən müəllim yox, hər sən eləmə də, daha sən birini elədin, daha bax. Başqa yoxdur. Xeyr. Xeyir deyən kimi rüyasan, sən o xeyir deyən. Kimi ilə Bəli. xeyir deyən? Hə? Bəli. Hə, bir dənə zəhmət olmasa konum göndərərsən də. İndi var müşahidlər aranızdan bir nəfər eləsin. Röya eləyə bilərsən bunu qadası. Nələr deyə bilərsən bununla bağlı? Müəllim, bu sərbəst düşmədir. Kimi də o sual verin. Mən müəllim bilmədim hansı hərəkətdir ona görə. Hə, bilmədin. Sən də konum göndər vaxtında tez elə. Nəzər, yəni bu sərbəst. Görürsən başlanğıc sürəsi var burada. Deyim mi? De. Burada potensial enerji azalır, getdikcə kinetik enerji artır. Yox, mənə düsturlarla. Birinci mənə nöqtələr götür. Neçə nöqtə götürəcəksən burada? 2. 2 dənə. Birinci nöqtəmizdə nə var? Həm potensial enerji var, həm də kinetik. Ay maşallah. Deyək ki, haş öndürürsən. Deməlisən ki, müəllim bir nöqtəsi seçirəm. Burada həm potensial var, həm də kinetik var. Bunları topladım. Bəs 2 nöqtəsində nə var? Potensial enerji 0-dır, yalnız kinetik enerji var. Ay sağ ol. MV kartı böl ki, onda, sonda. Onda, sonda. İfratın. Nə diyeyim? Bərabərləşdirir. Görürsən kəllə beyin travma. MGH üstəgəlnisinin MV0 kartı böl 2. Niyə? Başlanğıc halda tam enerji budur da. Son halda da tam enerji budur. Axı tam enerji biz dedik dəyişmir. Ona görə də başlanğıcdakı enerjini sondakı enerjiyə nə etməliyəm? Bərabərləşdirir. Bərabərləşdirməliyəm. Baxın, bunu unutmayın. Bütün enerji saxlanma qanununa aid olan problemlərdə, suallarda nöqtələr seçirsiniz. Həmin nöqtələrdə tam enerjini yazırsınız. Bir-birinə lombur-cumbur bərabər edirsiniz mürəbbə torbası kimi. İndi məsələn F variantını etdirmək istəyirəm. Görək bunu kim eləyəcək? M-cüklər bitsin var. Sərbəst düşür. Gəldi belə. Aha. Buyurun. Fikirləriniz mənim üçün çox maraqlıdır. Cisim düşəcək göydən nələr deyə bilərsiniz? Buyurun. Başlanğıcda kinetik enerji 0-a bərabər olacaq. Potensial Bir enerji də dənə maksimum olacaq. Başlanğıcda potensial enerji nə olacaq? Maksimum olacaq deyir. Yəni ancaq potensial var da, bu bir nöqtəsini seçdiniz, əlasız. Burada potensial var, yalnız MGH düzdürmü? Aha, buyurun sonra. Getdikcə müəllim kinetik enerji artacaq, potensial da azalacaq. Sonra. Sonra müəllim o H-da, balaca H-da potensial 0 olacaq, kinetikdə maksimal olacaq. Məsələ balaca H-da potensial niyə 0 olsun ha gədə? Müəllim ora getdikcə sıxılır da H. Yay sıxılır. Demək, sən cisim bura çatanda bunun potensial hündürlüyü var, axı nətər 0 ola bilər? Orada həm kinetik, həm də potensial enerji olur. Burada həm kinetik, həm də potensial hələ ki var. Sonrasını deyin, axıra qədər gedirsən. Nə olacaq, nə baş verəcək? Yay sıxılacaq. Yayı sıxacaq. Ay, su lazımdır. Yayı sıxdı. Məsələn, bu səviyyəyə gətirdi də deyək ki, düzdürmü? Deyək ki, x qədər sıxdı. Elə? Hə? Bəli. X qədər sıxdı, sonra nə ilə dayandı. Burada bu nöqtəyə 2 nöqtəsi deyək. Burada hansı enerji var? Nə deyə bilərsiniz bu ilə bağlı? Potensial var mənim. Hansı potensial? Maksimal potensial. Hə, siz məni ifadə edin. Yayların potensial enerjisi. Yayı sıxıbsa burada yayın potensial enerjisi var, deyilmi? Kx kvart bölü 2. Təkcə bu enerji mi var? Kinetik enerji də var. Yox, kinetik enerji yoxdur. Sıxdı, dayandı deyirəm. Müəllim V0 Sıxdı, dayandı deyirəm də. Bax, sıxdı, yay sıxdı, görürsünüz. Dayandı, dayananda kinetik neçədir? 0. 0'dır. Burada hündürlükdən olan potensial enerji var. Ay, sağ ol. Cisimi x qədər sıxmışıq, amma tam yerə dəyməyib. Bunun müəyyən qədər buranın hündürlüyünü deyə bilərsiniz. Nə qədərdir buranın hündürlüyü? H çıxılsın x. Ay, sağ ol. H sıx x-dir bura.
Çünki buradan bura bütöv h deyil, bura bütöv h-dır. X qədər sıxılıbsa, X qədər aşağı düşübsə, onda hal-hazırda yerdən olan hündürlüyü nə qədər olacaq? H çıx X. Deməli, bunun həm də potensial enerjisi var. Üstə gəl mg H çıx X. Düzdür? Bəli. Nə edirəm sonra? Başlanğıcda potensialı sondakı potensialla potensialın cəminə bərabər edirəm. Uşaqlar, bax bu professionalların, yəni belə deyək ki, işləyə biləcəyi suallar tipidir. Sadəcə elədiyimiz hissəsində hamısında eyni oldu. Biz vəziyyətə baxırıq, vəziyyəti analiz edirik və dedik ki, cisim düşəcək. Baxın, bunu təzədən göstərmək istəyirəm sizə. Burada bir yay var. Cismi də buradan buraxırsınız. Bu cisim, bəli, düşəcək. Yavaş-yavaş kinetik enerjisi artır. Gəlib bura dəydi. Başlayacaq yayı sıxmağa. Yayı sıxdı, deyək ki, bu vəziyyətə gətirdi. İndi H vəziyyətindən X qədər sıxdı yayı. Yayı sıxdığına görə burada yayın potensial enerjisi var. Kx artı bölü 2 var. Eyni zamanda hələ də hündürlüyü qaldığına görə bunun müəyyən qədər də yerə nəzərən potensial enerjisi var. Və bu enerjini bərabər edirəm. Ən başda başlanğıc sürəti 0 idi. Kinetik yox idi. Ona görə də bunun başlanğıcdakı potensial enerjisinə bərabər eləyə bilərəm. Dostlar, baxın, ehtiyatlı olmaq lazımdır. Fikrim çatdı şagirdlər? Başa düşdünüz dostlar? Bəli. Bəli. Əvvəl, maşallah. Bax, görürsünüz, beynimizdə işlədəndə çox ləzzət edir. Amma hər zaman düşünün, hadisələri fikirləşin. Baxın, mən neçə dənə hal yazmışam burada. Burada fikir verirsinizsə, enerjinin çevrilmələrini bir-bir, hamısından nöqtə götürə-götürə işləmişəm. Bax, görürsən, qərar verirəm. Burada hansı nöqtə var, daha doğrusu bu nöqtədə nə var, bu nöqtədə nə var. Demək olar, hamısında eyni məsələdir. Buna düzgün şəkildə qərar versəz, bütün suallarınız düz çıxacaq. İndi biz bayaqdan da əslində nəyə baxırıq gördünüz? Qapalı sistemə baxdıq. Qapalı sistemlərdən danışdıq. Yəni, potensial artanda kinetik azaldı, kinetik artanda potensial azaldı. Amma ola bilər ki, açıq sistem olsun. Biraz da açıq sistemdən danışaq. Çünki bizim həyatımızda axı bilirsiniz ki, müqavimət qüvvəsi, sürtünmə qüvvəsi var axı əslində, əsl həyatımızda. O da ola bilər. Məsələn, buna açıq sistemlərə sadə nümunədə, məsələn, deyir ki, yer səthidir. Orada deyir, Nahid deyir, hava şarına mindi Kapadokiyada. Kapadokiyada deyir, Nahid hava şarı ilə deyir, qalxır göyə. Bu da hava şarıdır. Rəsm qabiliyyətimi mən özümü bilirsə tərifləməyi sevmirəm. Zəhləm gedən şey özümü tərifləməkdir, amma mükəmməl şəkildə rəsm çəkirəm. Onu şeydir. Deyir ki, yuxarı doğru V bərabərdir, konstant. Deyir ki, Nahid deyir, şarın içindədir. Selfie çəkə-çəkə deyir, qalxır yuxarı bərabər sürətlə. Burada deyir, nələr deyə bilərsiniz? Var mı könüllü olan? Buyurun, çox sağ olun. Halaldır, maşallah. Gözüm dəyər, yavaş. Yoxdur bir nəfər. Kinetik enerji dəyişmir. Ay, sağ ol, yaxşı başlanğıc gəldi. Niyə? Çünki Sürət. Sürət konstant qalır, sabit qalır. Ay, sağ ol, yaxşı gedirsiniz. Sonra? Potensial artır get-gedə. Aha. Sonra? Müqavimət qüvvəsi var. Onlar lazım deyil. Tam mexanik enerjini deyirəm. Nə olacaq tam mexanik enerji? Mən Nə idim. olacaq burada? Tam mexanik enerji nə olacaq şagirdlər? Artacaq. Artır. Tam mexanik enerji artacaq. İnsan ürəyi rahat olmur, tam mexanik enerji artar deyəm. Deyir ki, mən demədim ki, tam mexanik enerji dəyişir. Mən dedim mi? Dedim. Hansı hal üçün dedim? Mən onu demişəm, qapalı sistem üçün. Yəni, müqavimət qüvvəsi və ya başqa qüvvələr nəzərə alınmayanda siz burada yanacaqdan istifadə edirsiniz, başqa bir enerjidən istifadə edirsiniz. Burada sən məcbur deyilsən tam mexanik enerji sabit qalır deməyə. Ona görə də rahat ol. Çox rahat olmağa çalış. Və sən deyirsən ki, kinetik enerji dəyişmir, potensial enerji artır və tam mexanik enerji artır. Məsələn, başqa nümunəsi var. Deyir ki, qartal bərabər sürətlə deyir, süzülə-süzülə düşür. İndi qartalın şəklini çəkəməyəcəm. Bilirsiniz ki, mən normalda yaxşı rəssamam, amma bərabər sürətlə deyir, qartal düşür, qartalın gözəlliyinə bax. Göydən başına elə bir vektor düşür.
Nə deyə bilərsiniz bununla bağlı? Söhbətin nələ? Potensial enerji azalır, onda tam enerji də azalır. Ay maşallah. Bəs zat kinetik enerji bəs? Konstant qalır, sabit dəyişmir. Kinetik enerji konstant, çünki bərabər sürət hərəkət. İndi bunu biraz abartıram. Deyir ki, bax, fikir bax, belə bir dənə deyir, maili üzü olan kompleks müstəvidir. Görürsən? Mən dedim, axı, mən bu işdə uzmanam da bu işdə. Sən deyir ki, A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, D nöqtəsi. İndi sən deyir, A cismi deyir, burada bir dənə top kimi bir cisim fikirləş. Cismi deyir, burada A'dan B'yə, B'dən C'yə və C'dən D'yə doğru bərabər sürətlə hərəkət etdirdilər. V bərabər konstant. Deyir, bütün hissələr haqqında danış. A, B-ni demək istəyən varsa desin. Deyəməli. Mən deyim deyən kim idi? Nigar. Nigar sən demirsən də, deməyənlər desin. Mən deyim. Sən kimsən? Humay. Yarım saatda bütün suallar sən deyirsən, səni mağluza edeyim. Deyəməli. Kimi də o mən deyirəm? Nahid. Sən də o yana dur. Sonra Müəllim, burada hündürlük artacaq AB hissəsində. Ona görə potensial enerji artır, kinetik enerji sabit qalır. Tam enerjini artır deyə bilərik. Deyə bilərik, tam mexanik enerji artır təbii ki. Deyə bilərik, məcbursan, başqa variantı yoxdur. Bəs B-dən C-yə? B-dən C-yə sürət sabit qaldığı üçün kinetik enerji sabit qalır, hündürlük də dəyişmədiyi üçün potensial enerji də sabit qalacaq. Tam enerji yenə sabitdir. Mükəmməl bir izah idi. .com. C-dən D-yə? C-dən D-yə də hündürlük azalır, sürət sabitdirsə kinetik enerji sabitdir, hündürlük azaldığı üçün potensial enerji artır, daha doğrusu azalır. Tam enerji də azalacaq. Belə. Tam enerjidə görürsən, tam mexanik enerjidə azalacaq. Bəli. Enerji çevrilmələrində bu divizyon istifadə edə bilərsiniz. Başa düşdünüz? Bəli. Əlasız. Məsələn, bəzən ola bilər ki, deyir, belə sual tipləri istifadə deyir ki, iki dənə cismi deyir, yay ilə bağlayıblar, sıxıblar. Elə ki, burada iplə bağlayırsan belə, elə ki, iki cismi bir-birinə sıxıb bağlamısan, aralarında yay var, düşün. Yuxarıda bir ip var. Bunun kütləsi M1 olsun, bunun kütləsi M2. Deyir ki, bu ipi deyir, qırdılar, yandırdın məsələn. Başlayacaq bu cisimlər nə eləməyə? Biri sağa, biri sola hərəkət eləməyə. Düzdür. Yaxşı, bayaq o sıx vəziyyətdə, bağlı vəziyyətdə hansı enerji var idi? Burada potensial vardı, kinetik sıfıra bərabər. Allah. Əvvəlcə potensial var idi, kx kvadratı bölü 2. Sonra sən ipi qırdın, yay başladı açılmağa. Bunun sürəti olduğuna görə kinetik olur. V olduğuna görə burada sürət yanar, kinetikdə artayaq yavaş-yavaş. Sənin ləftənə quzu kəsinmə. Çox qəşəng izah edirsən özümürüm. Sən hansı rayondan idin, hə? Bərdə. O iddətəcən. Mən niyə partlamıram? Kx kvadratı bölünsün 2 potensial enerjidir. Bunu kinetik enerjilərin cəminə bərabər. Çünki tam mexanik enerji dəyişənməz. Başlanğıcdakı tam mexanik enerji sondakı enerjilərin hər ikisinin enerjisini toplamalısan. Onların cəminə nə olmalıdır? Bərabər olmalıdır. Başa düşdünüz dostlar?